əlini tapmır, ay keçib. Nədir orada? Çox hörmətli, məsələni oradan atırlar. çox hörmətli cənab prezident. Səbəb nədir? Hörmətli Rəşad Nəbiyev, siz ağsaqqal demək, 70 yaşlı, 70 yaşa keçmiş 3-4 gün bundan qabaq cənabına müraciət eləmişəm. Sahibkarlıq fəaliyyətimlə əlaqədar problem yox. Demək, bu həmən çıxışımdır, bax. Həmən çıxışımdır. 5-6 gün bundan qabaq çıxış eləmişəm. Gör, reaksiya verən yoxdur, bax, bu çıxışlarıma. Bax, bax. Azərbaycan xalqının sahibkarı, ağsaqqal sahibkar qatiyyə müraciət edir. Reaksiya verən yoxdur. Azərbaycan qanunları pozur, konstitusiya maddəsi. Görürsünüz? Ay keçib, hələ də onu açıq yarandan fakt göstərir. Bundan belə olduğunu Görürsünüz? olur. Görürsünüz? Bələdiyyə sədri şəhərdə ikinci adamdır. Görürsünüz? 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 Nədir bu? 5-6 gündür müraciət eləmişəm Rəşad Nəbiyev cənablarına, Rəşad Nəbiyev nazirə, onun tabiçində olan Aynanın rəhbəri Anar Rızayev cənablarına, Nərimanov rayonunda polis idarəsinin yanında işləyir. Yəni bu aynadan şikayət eləmək boş mənasız şeymiş. Nə istəyirlər eləyirlər. O vaxtı Ziya müəllimin qoçu dəstələri çıxırdı, yollarda maşınlara kəsildi, onda axırı olmadı. Ay qardaş, arendaya icarəyə yer götürmüşəm. Bütün bir ay bundan qabaq gətirmişəm Anar Rızayevin idarəsində qeydətdən keçirmişəm. Özüm də olmuşam qəbulda. Bunu nə uzadılar, nə maraqdır. Onların demək bığlarının altından keçməliyəm də. Sahibkaram, arendaya icarəyə yer götürmüşəm. Gəlib oranı bizim bir Şirvanda regional var. Bakıdan zəng elədilər, Firdovsi müəllim var, aynadan zəng elədilər. Təcili götürün o şeyi, znakı, lövhəzi. Niyə? 25 il, 30 ildə ora fəaliyyət göstərib, bizdən qabaq olub. Gördüm, bunlar çox narahatdılar. Yəni bizi polislə, prokurorla qorxuzdular. Ay ki, nə prokuror, nə polis. Dayanacaqsın, yer qoymuşuq. Gördüm, ağsaqqal adamla avtovazada işləmişəm uzun illər. Götürdüm. Çox uzun-uzadı danışmayıb. Əsas məqsədim odur. Ora bunlar icazə verməlidir. Bələdiyyənin sədri İlham Səfərov da 8 qoşmalı bütün normativ sənədləri var, hamısını verib, aparıb götürdü. Qeydətdən keçirdi. Demək 15 gün müddətinə cavab verməlidir. Bunlara sərf eləmir də, millət necə tarac olursun. Ey böyük sabir, mənim elim oğlum, şamaxlı bağır. Gör, neçənci əsrdə demişsən, hələ də davam eləyir. Millət necə tarac olsun. Ay, Ana Rızayev neyinir bizi kimi sadə insanları? Qapısına gedirsən orada, ölkənin birinci şəxsi deyir ki, mən xalqımın xidmətçisiyəm. Ay ki, İlham Əliyev cənabları deyir, bunların qəbuluna sənə oğul deyərəm, get düşkürən. Mümkündür, sən orada axrana dayanıb, saatlarla gözlə Şirvandan gedmiş xəstə, yaşlı adam, gözlə orada. Yoxdur, bunu tədbir görən yoxdur, haray səsimiz qalır. Bir ay keçib, hələ də orada göstəriş vermir ki, Şirvanın bu regionalı var, 7 rayonun rəisi var, Elsəvər müəllim. Nətər onu hayhuyla qoyma getdi, elə bir dünyadır. Dağılıb dünya, orada plakat qoyulub. Plakat qoyulmalı da, qardaş. Niyə Azərbaycan vətəndaşı rəhbər, bələdiyyə rəhbəriyi müraciət eləyir, ona bir dənə dayanacaq sənqıda lövhə qoyulmalıdır. Nədir o pulun köçürdək, qanunu gəlsin, sənin burada 20 dənə, 30 dənə üçün var. Rəhbər Elsəvər, obursu müəllim. Gəlsinlər onu yerinə qoyur. Hələ də ikinci aya keçir, hələ də müvafiqdə tədbir görülmür. Niyə görünmür? Rəşad Nəbiyev cənabları, nazir adamsınız, sizin tabiçiniz Anar Rızayev, Aynanın rəhbəri. Niyə buna göstəriş vermir? Ay ki, gündə mən çıxış eləməliyəm, gündə mən sahibkaram, ay ki, cənab prezident bizim arxamızda ayağımız sahibkardır. Dövlətə vergi veririk, icarəyə mal götürür. Niyə bunun tədbiri görülmür? Mən bir ələ ağsaqqal sözü keçən adam, qatı edərsinin sözü keçilmir. Aynaya kim təsir eləyə bilər? Anar Rızayevə. Kim təsir eləsin? Kimə deyək? Mən gündə Şirvandan bu istidə xəstə adam, pensioner, 50 adam gəlməliyəm, durmalıyəm onun qapısında. Elə bir bu ağadır, şahdır, imperatordur. Bizdən nökərik, gəl durma. Biz nökər deyirik ki, mən İlham Əliyev cənablarına arxayınam. Qatı 70 yaşında, 70 yaşa keçmiş ağsaqqal, sahibkarlıqla məşğulam. Niyə bunun tədbirini görmürsən? Bir dənə oraya qol çəkilməlisən, araşdırma gedir. Elə bir ağır cinayətlərdə işim var, araşdırma gedir. Ağlı məhkəmə baxmalıdır buna. Ayıbdır adam xəcələt çəkir. Sizin yerinizə. Baxan yoxdur. Sizə sözü gətirib, sizə
otağınıza girib sizə o sənədi verəməyə hünəri çatmayan işçilər var orada. Deyə bilmirlər. Nəyənə lazımdır orada? Maraq yox, bir şey yox. Neyinir orada? Mən kim adamdır gündə hər həftə durub çıxış eləyəcəm. Xahiş edirəm Rəşad Nəbiyev cənabları. Ana Rızayevə heç kim güc çatmır. Siz bəlkə deyə biləsiniz eşidə. Mənim bu müraciətimi yerində qoysun. Bir dənə plakat qoymağa 2-ci aydır mən. 2 dəfə gedmişəm ora buradan Bakıya. Niyə? Niyə bunu yola vermirsiniz? Nə boyda işdi ki o? Niyə? Dayanacaq götürmüşük, dayanacağa plakat olsun, cəmaət görsün, bu dayanacaq yeridir. Çox danışmıram, mən təkrar görəsən Hasanacan danışacağım. Cənab Prezidentin Allah ömrümüzü versin. Yəqin ki, bu Rəşad Nəbiyev bu məsələni göstəriş verər, həllini tapar. Çox sağ olun, minnətdaram.